Hamıya salam, mən Axundova Gülər. Bu gün də nə edəcəyik? Dünən bir dənə video atmışım ki, yorumlarda suallar verin, mən də cavablayım. İndi həmin o suallara baxacağam. Mənə çox az sual gəlmişdi. Mən də yəni olanları cavablayacağam. Öz yazdığın yazı yaxaladığın olub. Hə, olub. Məsələn, bu yazıyı yaxalamışam. Bundan əvvəl yazdığım mini bir dənə video var idi, onunla da yaxalamışam. Özün haqqında məlumat verə bilərsən. İləride yazar olacaqsan, biz də adını bilmirik. Adım Gülərdir. Soyadım Axundova, adım Gülər. 15 yaşındayım. Yaz yazıram. İlk kitab formasında çıxacaq, yəni feedində budur. Kitabın adı nədir? Kitabın adı Benim Lavinia'mdır. Bir də yazıb ki, yazdığım kitab niyə görə türkçədir? İlk kitabımı türkçə yazmaq istədim ki, məsələn, türklərdə kitab çox oxunur. Yəni onlarda video olsun, kitab olsun, bunlar çox oxunur. Yəni Azərbaycanda da oxuyamaram, o qədər çox oxumur məsələn. O görə dedim ki, ilk kitabımı türkçə yazım. Həm türklər oxusun, həm Azərbaycanlılar oxusun, bizimkilər oxusun. Belə türklərdə məşhur olandan sonra məsələn, başladılar həm yazar araşdırmaq, həm ölkəsini araşdırmaq. Yəni çox vaxt elə olur. Bəlkə xoşlarına gəldi və mənim Azərbaycanda yazdığım kitabları da oxudular. Özünü hansı tərəfdə, yəni fantastik qurğu, hansı janrda daha rahat hiss edirsən? Fantastik və duyğulu janrlarda daha rahat oluram. Yazdığım çox kitabda məsələn mən angiliscə yazıram deyə mutsuz son yazıram deyə. Hər kitabım yəni mutsuz sonla bitməyəcək. Yəni də onu deyim. Gündəlik yazı rutininiz varmı? Varsa necədir? Xeyr, mənim gündəlik yazı rutinim yoxdur. Çox vaxt məsələn gündüzlər də yazıram, gecələr də yazıram. Daha çox gecələr yazıram ki, gecələr yəni bəzən bilirik ki, gecələr ilham daha çox gəlir və yəni gecələr yazanda daha rahat olurum. Ona görə. Yazıb ki, yazarkən diqqətinizi necə toplayırsınız? Diqqətimi necə toplayıram? Mahnı qoşuram. Mahnıda hansı mahnı qoşuram? Məsələn, yazacağım bölümə hansı mahnı uyğundursa, o mahnı ilə məsələn playlist yaradıram. Ona uyğun playlist yaradıram. Sonra da ona uyğun playlist yaradıram. Sonra da həmin o mahnılarla hekayə yazıram. Yəni o duyğular yaşayıb özüm də içində hiss edirəm. Ən çətin yazdığınız səhnə hansıdır və niyə? Ən çətin tanışma səhnəsidir. Çünki məsələn 11 bölüm tanışma, məsələn 14 bölüm düşmənlərin gəlməsi və qalan bölümlər spoiler verməyim. Ona görə də burada tanışma səhnəsi çoxdur deyə və keçmişlə bağlı da 4-5 şey var deyə, yəni biraz onları yaza bilmirdim, onu yazdım. Bu yazdığın kitab haqqında qısaca danışa bilərsən, danışaram, niyə danışmayım. Kitabı yazmağa başlayanda əslində necə yazacağımı əvvəl mən də bilmirdim ki, məsələn hardan başlayım, necə edeyim. Çünki o birisi yazdığım kitab çox mini idi deyə tez-tez yazıb qurtarmışdım. Amma bunu ücret kompüterdən yazmağa başladım deyə biraz, yəni hər şey qarışmışdı bir-birinə. Amma necə? Yəni kitabım necə oldu? Məsələn, çoxunla tanışdığı kimi BTS deyə bir qrup var. Buradan şəkillərini qoya bilərəm. Bu qrupda məsələn başqa bir qrupdan bir üyə seçərək, məsələn, onları şipləyərək belə bir yazılar yazırlar. Mən də elə bir şey elədim, amma necə elədim? Mən başqa cür elədim. Getdim buna uyğunda yazı yazdım. Kitabda, məsələn, kitab 1800-cü illərə aiddir deyə, məsələn, onların vibe-ını verir, onlar haqqında danışır, onlar haqqında dialoq gedir deyə, məsələn, elə bir şeydir, ona uyğun gedir. Yəni, və sən o anqız edəcəksən. Yazılarınız üçün ilhamı harcadan alırsınız? Çox vaxt ilhamı mahnılardan alıram. Qulaq asdığım mahnıda məsələn hansı duyğular keçirsə onlara aid, məsələn onların tərcümələrinə də baxıram. Sonra da ona aid məsələn başlayıram yazı yazmağa. Sonra görürəm ki, hə bu yazını mən kitab da eləyə bilərəm. Sonra da başlayıram onun haqqında yazmağa. Real həyatdan hadisələr və ya insanlar hekayələrinizə necə təsir edir? Əslində onlardan da götürüb yazmışam biraz. Məsələn son vaxtlar ölkədə yaşananlar, yəni cinayətlər falan. İlk dəfə yazmağa sizi nə təşviq etdi? Müəllimim danışmışdı o vaxtda biz üçün opera haqqında danışmışdı. Azərbaycanda ilk, yəni opera Azərbaycanda yaranır. Sonra ki mən bunun haqqında bir kitab yaza bilərəm. Sonra yəni başladım yazmağa. Yox, əgər ilk dəfə, yəni lap birinci yazdığım, yəni birinci dəfə yazmaqdan necə başladım deyirsinizsə, onu 5-ci sinifdən başladım, necə başladım? Məsələn, baxdığım filmlər olsun, oxuduğum sinifdən xarici oxular olsun, oradan özümə nəticələr çıxardırdım və sonra dedim ki, özüm də bir hekayə yaza bilərəm. Sonra da çox qısa və mini bir fit kimi bir şey yazdım. Cinayətin son günləri deyəsən belə idi. Mama da deyir ki, indi onu təzədən kitab edib daha da böyük bölümlər yazıb da, yəni onu təzədən yayınlaya bilərsəm dəfə bəlkə daha çox oxuma gəldi. Yeni başlayan yazıçılara nə məsləhət verərdiniz? Vergü və nöqtələrin yerini düzgün qoysunlar. Çünki bəzən elələr var ki, məsələn orada düzəliş eləyə bilmirlər. Mən çox vaxt duyğuları önə çıxardıram, amma yəni elə şeylər olmayacaq. Daha çox getdikləri, gəldikləri yerlərdə yaza bilərsiniz. Bu gün falan yerə getdi.
Həmin yer, məsələn, bugün kafeyə getdilər, həmin yerdə bölüm bitdi. Səhər günü yenə başqa bir yerdə olsa, bir şey bölüm yox, daha çox hamısı parçalara ayrılmış olacaq. Görə də hamısını bölüm diqqətli yazmalılar. Onu deyirdim. Onun üçün ən böyük yazıçılıq dərsi nə olub? Heç bir şey. Əgər keçmişə qayıtsaydın yazıçılıq yolunda nəyi fərqli edərdiniz? Heç nəyi fərqli etməzdim, çünki mən də yeni başlamışam. 4 il başlamışam. Amma yəni qayıdıb daha fərqli eləyərdim deyəcəyim bir şey yox. Əgər yazdığınız bir obrazla bir gün keçirmə imkanınız olsaydı, kimi seçərdiniz və niyə? Niyəsini bilmirəm, amma Yongini seçərdim. İkisini seçsəm, yəni daha yaxşı olardı. Birini seçdiyimə görə Yongini seçərəm. Özümdə ən böyük fanlarından biriyəm. Yazmaq sizin üçün terapiya kimidir, yoxsa yaradıcı bir oyun? Terapiya kimi də gəlir. Məsələn, duyğularımı ora qarışdırıb yazmaq kimi də gəlir. Elə bir şey. Heç yazdığınız bir hekayəni yarımçıq buraxmaq istədinizmi? Elə bu hekayəmi, məsələn, əvvəllər çox uzun yaza bilmirdim, sıxılırdı məsələn, çox uzun yazanda. Ürəyim sıxılırdı, amma sonra da dedim ki, məsələn, bu fikri məndən başqası da fikirləşib, o da yaza bilər. Ona görə, məsələn, ilkin mən yazdım. Yəni, yazdım, buraxmadım, yazdım. Mən də böyle gəlirə gəlib çıxacam. Çünki yaxın vaxtda kitabım çıxır. Deyəsən, suallar bu qədər idi. Onda videonu bağlayaq, özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.